axtardığın cavablar məqsədimiz Quranda Allah tərəfindən insanlara yönələn suallardır. Bu inanc necə bir inancdır? Nəyə söykənir ümumiyyətlə? Ağıl bir həddə işləyir, bir həddə qədərdir. Amma bəzi yerlər var, orada ağıl artıq onu fəhm edə bilmir, dərk edə bilmir. Orada vəhiy lazımdır. İnsanı insan eləyən nemət ağıldır. Şəriəti də şəriət eləyən ağıldır. Bunu da mən cürətlə deyirəm. Niyə cürətlə deyirəm? Çünki əgər ağıl olmayanda təklif də boyuna gəlmir axı. Deməli, mən ağıllı olmalıyam ki, mən ondan sonra mükəlləf adlanıram. Mən deyim ki, yox, mənim marağım yoxdur riyaziyyatı, mən bunu öyrənmək istəmirəm. Mən ancaq fizikanı dayıca gedəcəm, kimyanı dayıca. Bu doğru deyil. Əgər siz qayıtsanız, biz də qayıdarıq. Allah deyir, siz qayıtsınız, biz də qayıdacaq. Yaxşı, nəyə qayıtsınız? Siz ibadətə qayıtsınız, itaətə qayıtsınız, insanlığa qayıtsınız, mən rəhmətimə qayıdaram. Siz günaha qayıtsınız, mən əzabıma qayıdaram. Siz neymətə, şükrə qayıtsınız, mən artırmağımı artıraram, ona qayıdaram. Bu kimi proqramlar, bu kimi mövzular şirin olmaqla yanaşı, faydalı olmaqla yanaşı, ola bilər hardasa kiməsə yorucu gəlsin, amma vallah billah təkrar da qulaq assalar, dinləsələr, izləsələr, o qədər faydasını görəcəklər. İnsan ağlı ilə ədəbli ola bilir, amma əxlaqlı yox. Niyə? Çünki əxlaq ruha bağlıdır. Ruh ki, sən görmürsən, eşitmirsən, iyin bilməmsən, dadın bilməmsən, toxuna bilmirsən, ağıl mühakimə yürüdə bilmir.